Yine de canlı efirimiz devam eləyir. Bu cümleden de yani bu xəstəliklərin hər birinin fonunda daha gözəl, daha yaxşı, daha əla nəticələr almaq üçün insanlarımız son vaxtlarda dünyanın hər yerində olduğu kimi təbii müalicələrə üstünlük verirlər. Təbii müalicə çünki min dərdin, min bir dərmanını Allah təbiətdə yaratmış və o baxımdan da eləcə orada nə lazımdır? Düzgün yanaşma lazımdır və yerində və qaydasında qəbul etmək lazımdır. Hətta təbii müalicə zərərsiz olsa belə, elə bitkilər var ki, onu aşırı dərəcədə qəbul etmək və qanın laxtalanmasını artırar, xəstəyə zərər verər. Məsələn, dəfnə yarpağı, gizdikan bitkisinin dəmləməsi, yəni bunlar qanın laxtalanmasını artırır. Təbii ki, tromba meyilli olan, qan laxtalanması tez olan adamlara məsləhət deyil. Əgər elə bir vəziyyət varsa, mütləq orada insanlara həyat verən, sağlamlığını qoruyan zəlidən istifadə etmək lazımdır. Çünki zəli qoyulandan sonra 6 ay qanı duru saxlayır. Tromb olmağa qoymur, infarkt olmağa qoymur, insult olmağa qoymur. Və bəzi adamlarda isə ümumiyyətlə çox nadir hallarda qanın laxtalanma sistemi pozulur. Yəni görürsən ki, ev şəraitində zəldən istifadə edilir və qan axmadan çox pis günlərə qalır, çox pis vəziyyətlərə qalır. Çünki qan laxtalanmadığı üçün qan axır gedir. Ona görə də Doktor Seyfəddin klinikasında yoxlanmadan, müayinə olunmadan mümkün deyil. Mənə yazan adamlar, Leyla xanım bayaq yazmışdı müəllimə ki, doktor, mən də bəs neyim? Deyirəm ki, Leyla xanım, müayinədən sonra sizə cavab. Bəzən görürsən ki, zəlidən danışırdıq. Zəli neyinir? Zəli üz dərisini gözəlləşdirir, üzdə olan ləkələri aparır. Bakıdan gələn zəngi dayandırmaq olmaz. Bizim Bakı canımız, paytaxtımızdır. Alo. Alo. Deyəsən bugün. Demək, bəli, mütləq mənada dediyim kimi zəli üzü gözəlləşsə, ancaq zəliyi də qoymaq üçün əvvəl də dedim. Məsələn, bizdə əslən Naxçıvandan olan Fatma xanım və Nərmin xanım, gözəl bizim laborant həkimlərimiz müayinə edirlər və müayinəni bizə verəndən sonra qanın ümumi analizi, qanın laxtalanması, qanda şəkər, protramin indeksi, hepatit B, C, C, D ümumi analizi. Ondan sonra deyirik ki, qoymaq olar ya olmaz. Və yaxud qoymaq olursa, necə qoymaq olar? Neçə dəqiqə qoymaq olar? Və yaxud düşənə qədərmi, doyana qədərmi qalmalıdır? Yəni, bu xeyli dərəcədə bizim işimizi yüngülləşdirir. Bundan başqa Babasildə çox gözəl effekt verir zəli ilə müalicə. Varikoz damar xəstəliyində. Elə miqreni deyirik müalicəsi bizdə var. Bu baş ağrısının, onun müalicəsində də arıdan sonra ikinci əsas yer götürən zəli ilə müalicədir, iridoterapiyadır. Orada da mütləq hər zəlidən istifadə etmək olmaz və mütləq peşəkar adam, o işi bilən adam olmalıdır. Hətta ola bilər həkimdir, tibb bacısı da o işi bilmir. Zəlin olduğunu bilmir, nöqtələri bilmir. Ona görə də bəzən görürsən, elə olur, adamlar deyir ki, mən özüm istifadə elədim, 5 dəfə 6-cıda ağırlaşma verir. Çünki bilmir hansı nöqtəyə, elə zəlini qoydu, götürdü, bilmir nöqtəsini düz qoymayandan sonra effektini ala bilməyəcək.